Deyib Peyğəmbər getdi səhabələrlə bir gün bir yerə gedirdi. Gəldilər, çatdılar bir səhralıq idi. Peyğəmbər səhralıqda dedi ki, gedin çör-çöp yığın gətirin. Dedilər Peyğəmbər çör-çöp deyəndə burada çör-çöp yoxdur axı. Səhradır da meşə deyil ki. Daş dinən gətirək, torpaq dinən gətirək, qum dinən gətirək, çör-çöp hardan tapaq səhrada? Dedi, yox, elə düz demişəm. Gedin çör-çöp yığın. İtaət elədilər, gəldilər, başladılar səhranı axtarmağa, bir şey tapa bilmirlər. Güclə bəla ilə biri, nə bilim, qırağdan bir çöp tapdı, biri torpağın altından çöp tapdı, biri daşın dibindən çöp, bir nesə tapdı. Yığdılar, hamısı tökdülər bir yerə, bir dənə bir təpə oldu. Peyğəmbər gəldi, baxdı, dedi ki, bax, hakəza təctəmiyuz zunub, günahlar da belə yığılır. Düz yoxdur. Səhraya belə baxırsan, heç nə yoxdur. Təmizlikdir. Səhraya baxırsan, toz, torpaq, daş, heç nə, başqa nə var? Orada çör-çöp görünmür. İlk baxışdan görünmür. Dəqiq baxışlarla baxmalısan, görəsən. Bir də səfərbər olmalısan ki, tapasan. Hamınız axtardınız, nəsə tapdınız. Əgər ruhunuz, yəni səfərbər olsa vücudunuza, axtarsa nəsə tapacaq.